elə bir dövrdəyik ki, çox mövzuda bizə kömək olur süni intellekt. Hər kəs bilir ki, gələcəkdə süni intellekt çox peşələri əvəz edəcək. Süni intellekt bu dəqiqə hal-hazırda həyatımızın bütün hissələrinə daxil olub. Mənfi isə odur ki, cəmaət biraz tənbəlləşir. Süni intellekt bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu texnologiyadan hansı sahələrdə və necə istifadə olunur? Ümumiyyətlə cəmiyyətdə bununla bağlı həm müsbət, həm də mənfi fikirlər formalaşıb. Sorğumuzun əsas məqsədi də paytaxt sakinlərinin bu barədə fikirlərini öyrənmək oldu. Bu dəqiqə elə bir dövrdəyik ki, süni intellekt həqiqətən də həyatımızın böyük bir hissəsini təşkil edir. Çox gənc, əsasən də mənim yaş dövrümdə olan uşaqlar süni intellektdən çox istifadə edir. Bizə həqiqətən çox mövzu kömək edir. Dərslərimizi oxumaqda, məsəl üçün deyək ki, çox uzun bir dərs var, onu qısaldıb oxumaq lazımdır. Əsas hissələrini vaxtımız çatdırmır oxumağa. Süni intellekt bizə bunda kömək eləyir. Başqa, bəzən elə uşaqlar olur ki, onlar çox sosial olmurlar, asosial olurlar və dərdləşməyə, danışmağa, sirlərini bölüşməyə və yaxud da ki, hansı bir mövzuda kömək istəyəcək insanlar olmayanda onlar süni intellektdə kömək istəyirlər və süni intellektdən danışırlar, dərdləşirlər. Süni intellekt bu dəqiqə hal-hazırda həyatımızın bütün hissələrinə daxil olub. Təbii ki, bunun müsbət və mənfi tərəfləri var. Müsbət tərəfləri hesab edirəm ondan ibarətdir ki, biz yəni süni intellekt vasitəsilə daha çox korreksiya olunmuş məlumatlar əldə edə bilirik. Yəni bir mənbədən bir çox mənbənin məlumatlarını əldə edə bilirik. Amma eyni zamanda qeyd etməliyəm ki, biz yəni süni intellekt deyəndə sadəcə ChatGPT-ni nəzərdə tutmamalıyıq. Yəni süni intellektin çox növləri var. Burada sadəcə yəni məlumatların ümumiləşdirilməsi deyil, videoqrafların, şəkillərlə bağlı olan məqamların, yəni ümumiyyətlə elmin digər sahələrinə aid olan hissələrini biz burada əldə etmiş ola bilərik məlumatları. Amma mənfi tərəfləri mənə gəlir ondan ibarətdir ki, hal-hazırda insanlar daha çox yönəliblər. Yəni bilirsiniz ki, istər insan resursları sahəsində, istər digər analoji sahələrdə, istər texniki sahələrdə istifadə olunmaqla artıq insanların yəni fərdi araşdırma xüsusiyyətlərini deyil, yəni oradan məlumatları əldə edərək daha operativ, daha qısa bir zaman kəsində əldə etmək fikri fokuslanır. Bu da insanlarda araşdırma xüsusiyyətini getdikcə azaldır mən hesab edirəm. Süni intellektlə bağlı bunu deyə bilərəm ki, birinci ChatGPT ilə tanış olduq. Lazım olanda suallarımızı veririk, çox kömək olur. Amma indi görürük ki, daha da genişlənib. Videolar çəkilir, kliplər, artıq AI assistentlər, AI menecerlər meydana çıxıb və gözəl kreativ layihələr də var. Yaxşı məhsullar görürük, işlər görürük. Amma təbii ki, sünini gerçəkdən ayırmaq çətinləşir. Bunun mənfisi də var, müsbəti də var. Mən pozitiv yanaşmağı seçirəm. Çünki dediyimiz kimi bir bıçağı müsbətə də işlədə bilirik, mənfiyə də. Mənə elə gəlir süni intellektdə bunlardan biridir. Yəni bu da əlimizdə çox gözəl layihələr səbəb ola biləcək, yaxşı kömək eləyə biləcək bir vasitə kimi də bunu görə bilərik. Mənfisi də var təbii ki. Kimə görə, nəyə görə artıq bu fərqlənir. Süni intellektdən istifadə etmək həm təhsildə, həm də ki iş sahəmdə çox istifadə edirəm. Çünki çox önəmlidir. Xüsusi olaraq maillərin yazılmasında, mətnlərin tərtib olmasında və onun düzəliş edilməsində çox istifadə edirəm. Həmçinin bəzi illüstrasiyalardan da istifadə edən zaman süni intellekt çox işə yarayır. Təbii ki, bəzi mənfi cəhətləri var, hansı ki insanın düşünmə qabiliyyəti və s. Zəifləyə bilir, çünki günümüzdə çox istifadə edirik və o hazır cavablar verir deyə. Amma daha çox məncə müsbət cəhətləri daha çoxdur. Həmçinin mənfi cəhət olaraq bir şey burada deyə bilərəm ki, insanlarda iş imkanları azala bilər. Çünki yəni hər kəs bilir ki, gələcəkdə süni intellekt çox peşələri əvəz edəcək və nəticəsində də insanlarda iş və s. azlığı ola bilər. Amma çox faydalı olduğuna əminliklə deyə bilərəm, çünki mən çox istifadə edirəm. Həm yaxşıdır, həm pis, həm müsbət, həm mənfi tərəfləri var. Müsbət tərəfləri odur ki, köməklik eləyir. Yəni, belə deyim də, işə gedirsən nəyisə, hansı məlumat almaq üçün tez bazar. Əvvəla hara gedirdik? Kitabxanaya gedirdik. İndi isə süni intellekt hər yerdə. Nəsə lazımdırsa, hansısa resept lazımdır, məsələn, süni intellekt. Müsbət, mənfi isə
odur ki, cəmaət biraz tənbəlləşir. Nəyisə sual, cavab, yəni istəyirlərsə, cavab istəyirlərsə suala, hansısa suala. Heç kimdən soruşmurlar, artıq telefon əlinizdədir, rahat şəkildə ona baxa bilərlər. Hansı kitab oxumaq, məsələn, qısa forması, kitabın qısa forması elə sənə verir, sən oxuyursan. Yenə də keçmişlə nisbətən mənim fikrimcə daha müsbət cəhətləri daha çoxdur, nəinki mənfi. Beləliklə, süni intellektin cəmiyyətdə yaratdığı rezonans hələ də müzakirə mövzusu olaraq qalmaqdadır. Onun gündəlik həyatımıza hansı faydaları gətirəcəyini isə zaman göstərəcək.